Hər birinizə hər vaxtınız xeyir olsun. Sevincimi sizinlə paylaşmaq istədim. Qarabağ bu gecə Qarabağ səfərdə mümkünsüz etdi. Bəli, mümkünsüzdür. Düşünmək belə bəziləri üçün çətin idi ki, Qarabağ Benfica'ya gol vura bilər. Hansı ki, Benfica Fenerbahçe ilə oynadı. Fenerbahçe Benfica 2 oyunda bir top belə vura bilmədi. Fenerbahçe'nin büdcəsi hamıya məlumdur, Qarabağın büdcəsi məlumdur. Qarabağ isə bu qısıt büdcə ilə transfer etmədiyi bir halda 24 milyonluq büdcə ilə gedir səfərdə Benfica kimi komandanı 2-0-dan 2-0-dan 3-2 məğlub edir. Oyunda çox gözəl oyuncularımızın sərgilediyi oyunlar, çox gözəl hər biri. Əsasən Durandan gözləmədiyim performans. Duran çox gözəl oynadı. 1 gol, 1 asist. Düzdür, bir dönəmdə topu təkbətəyə qapıçının Trubinin üzərinə vurdu. Amma yenə deyib yoxdur. İkinci vurduğu gol, yəni onun 10 oyuncudan biri vura bilərdi. Ondakı Duran vurdu, sağ olsun. Socestan saytına görə oyunun ən yaxşı oyuncusu Mateus Silva seçildi. Bəli, Mateus da çox gözəl oynadı. Superdirlər. Həqiqətən də Qarabağ sözsüz. Sözsüz Qarabağ. Ən gözəl sözlər Qarabağ layiqdir. İnsan sadəcə bu oyunçulara durub baxmaq istəyir. Bu oyunlara baxmaq istəyir. Qarabağ öz büdcəsindən 15 dəfə daha çox büdcəsi olan bir komandanı səfərdə 2-0 hesabla geri düşməsinə rəğmən məğlub elədi. Hər birinizi təbrik edirəm.